Gelmişik, bak bu Şuşa Cıdır düzü. Bak bu möhtəşəm mənzərə bizim ordumuzun, bizim xalqın, dövlətimizin qələbə simvolu olan bak bu, həmin bu Cıdır düzüdür. Görürsünüz ne kadar insanlar var. Bizim kimi bir bayram günüdür. Amma gəlib, bak buyurun. Bak budur. Bak Azərbaycan ordusunun fəth elədiyi bu yüksəklik. Görürsünüz. Bak bu Azərbaycan ordusunun həm də xalqının demək olar ki qələbəsinin simvolu deyilən həmin bu sıldırım qayalar. Bak ordumuz buradan Şuşaya daxil olandan sonra düşmən sanki təslim olmaqdan və ya qaçmaqdan başqa özünə bir yol tapa bilmədi. Bak buyurun, bizim simvolumuz olan Şuşa Cıdır düzü və deyilən bu simvolun bak, sıldırım qayalıqlar. Daha çəkirəm bu möhtəşəmliyi, baxın. Bizim simvolumuz, Qərbənizin simvolu Şuşa qayası, Şuşa qayalıqları. Bu təbii qaladır, görürsünüz. Burada Şuşanı inşa edəmək də bunun təhlükəsizliyini heç olmasa bir tərəfdən, iki tərəfdən belə sıldırım qayalıqları nəzərə alaraq. Bizdən əks tərəfdə o cür yenidə sıldırım qaya var. Ancaq bu Şuşa qalasıdır dediyimiz kimi. Bu qayalara baxın. Buradan insanlar necə çıxa bilər, baxın. Hələ bu mən Cıdır düzünə demək olar ki son mərhələsidir bu qayalıqların, görün. Buradan insanlar, əsgərlər necə çıxıb. Bu bizim gələrkən başqa ölkələrin istirahət mərkəzlərinə ya gəzintilərinə getməmişdən əvvəl gəlin, bax bu möhtəşəm mənzərələri görün. Bu bizim ordumuzun simvolu olan bu qayalıqları görün. Həm də qələbəmizin simvoludur həm də. Baxın görün. Adam dəhşətə gəlir. Buradan necə insanlar hərəkət edib. Torpaq üçün canından keçən insanlar. Baxın. Necə çıxmaq var. Adamın heç yoxsuna da girməz, nəinki ağlına.